Bugün ABŞ prezidenti Donald Trump zəng elədi ki, İranla İsrail arasında olan bu ateşkəs pozulubdur. Trump da bilir axı, biz də vaxtı ilə çox ateşkəsləri pozmuşuq. Yəni bilirik. Dedi, gör bir nə ayırsan tərəflər arasında vasitəsi kimi zad elə. Mən də dərhal hər iki tərəflə əlaqə saxladım. İran deyir ki, biz atmamışıq. Atmayıb. Yox, araşdırdıq ki, həmin raket dünən atılan olubdu, bugün çatıb düşübdü. Ya indi İraqda, Suriyada keçə bilmirmiş nədirsə, bugün gedib düşübdü, cəmaat da zibilə salıbdı. Yəni, belə ara qarışdıran raketlər olmasa nə var sülhü əldə eləməyə? Bəli, Trump bilir ki, biz ateşkəsi pozmaq üzrə mütəxəssisik. Sən ölənləri görür, köhnə müharibədən danışma, yəni yaramı təzələmə. Sülh olsun, şirakala tutsun.